biz məsələn bəzən doğrudan da özümüzü çox aşırı yüklüyürük ki, qoy məsələn ən pozitiv mən olum da, eybi yoxdur, problem olacaq, qoy mən məsələn pozitivliyimi qoruyum. Amma çox pozitivlik də toksiklikdir. Yəni məsələn bir istər-istəməz o biz toplayırıq, sonra birdən-birə nəyi ki biz balansda yaşamırıq ümumiyyətlə. Məsələn, sizə orada bir problem çıxıb tutaq ki da, istər-istəməz ətrafdakıların o reaksiyaları və s. siz bildirməsəz belə sizə təsir edir də daxildə, düzdür? Yəni istər-istəməz çox daxildə. Toplayırsınız az. Münasibətlərdə də belədir. Yəni danışmırıq. Sonra elə dəxlisiz bir yerdə biz bir partlayış yaşayırıq ki, və heç kim də bizə orada haqq vermir. Hamı deyir ki, yəni nə var ki burada? Sən niyə partladın ki bu dəqiqə? Başa düşmür bizi. Ona görə də mən həmişə deyirəm ki, anında reaksiya daha gözəldir. Yəni siz orada bir şey yaşadınız. Məsəl üçün görürsüz ki, insanlar sizin modunuzu saldı da, yəni və yaxud da ki, görürsüz ki, hamı şikayət eləyir də. Yəni siz orada artıq özünüzü orada ifadə belə etməlisiniz ki, tutaq ki deyirəm, indi olan işdir.